Meyvələrin söhbəti. Salam uşaqlar, xoş gördük hamınızı. Bahar fəsildir, güllər, çəmənlər yaşıl don geyinmişdi. Qış yuxusundan ayrılmış bitkilər aləmi min rəngə çalırdı. Lalə elə qızarmışdı ki, elə bir bağına dağ çəkmişdilər. Boynu bükük bənövşələr, yasəmənlər hər tərəfə ətir saçırdı. Təbiətin belə gözəl vaxtında bağa bir alim gəldi. O bitkilərin dilini bilirdi. Alim bağa girən kimi meyvələrin öz-özlərinə fəxr edib öyündüklərini gördü. Alçı deyirdi. Dünyada mənim kimi gözəl meyvə yoxdur. Qızımın xəstəliyinə tutanların şəfasıyam. Baş ağrısının dərmanıyam. Evet, utanmırsan böyle fəxr Coşultan işlərlə başlayırsan. Sənə yaradığı bir əzgin olur ya da ifrit. Meyvələr içində səndən yaramazı yoxdur. Mənəm yaramaz. Mənim isə adlı Cəmalı qoyublar. 100.000 tənə saçılan, dürk timsah, gah yaşıl, gah da qırmızı, gah da zəfər rəngdə çalan meyvələrim var. Hey, anlamaz. Xəcanət çəkmirsən, sən yeyən balda yeməlidir ki, həzm olmasan. Mənim paltarımdan heç bir meyvə də yoxdur. Bənələrim ulduzlara bənzəyir. Gilas quduru, sən qarnaların yem olmaqdan fərq edirsən. Mən Su və sümükdən ibarətsən də. Mən gah zümrüd kimi yaşıl, gah da sarı oluram. Qurudulmuş ərik bütün ölkələrə satırlar. Hər yeməyin ləzzətliyəm. Hey, qarnı beləmli. Sənin paltarın tozludur. Mənə deyirsən? Hə, torpaq dadı verirsən. Səni yeyən cürbəcür dərdə düşər. Mənim adımı isə alma qoyublar. Yüzüm al qırmızıdır. Məclisdə məni qoyub başqa meyvələrə heç kəs əl vurmaz. Ara qarışdıran ama, yaxşı olsaydın, adın alma yox, al olardı. Adımı armud qoyublar. Hər həstəyə şəfayım. Ey qurda, rəngi saralmış, zəiflikdən başı yekəlmiş. Əvvəl öz dərdini sağalt. Mənim adımı özün qoyublar. Məndən kişmiş hazırlayırlar. Sirkə də məndən olur, halva da, şərab da, hamının əziziyəm. Səsini kəs, dilin lal olar. Şərab içənin pulu, amma həyası gedər. Müflic olur, yana düşər. Bütün bağbatı mənim meyvələrimin ətri bilir. Dad desən məndə, ləzzət desən məndə. Ay yazın, utanmırsan belə sözlər danışırsan? Özündən xəbərin yoxdur. Adığından rəngin saralıb, hamı sənə rişvət edir. Sən isə özünü tərif verirsən. Qarnın qurtla olub, bədənin qurtlara məskən olur. Mənim adım isə narınc qoyurlar. Əynimə bir gözəl paltar geyindiriblər ki, həmişə bu paltarımla fəxr edirəm. Elə bircə şəklimə baxana xoşu gələr. Bu nə danışıqdır? Rəmcə qalsa, mən sənin rəmcin hamıdan gözəldir. Narınc nökərim, alma və heyva mənim qulluqçularımdır. Nə, nökər? Bizə qulluqçu deyilir. Dincəlmək üçün bağa gələn alim özünü öyən, lovğanan meyvələrə baxdı. Çox təəssüfləndi. Bu lovğalıq nəyə lazımdır? Hamı bilir ki, hər meyvənin özünə məxsus dadı, xoş ətri, ürək açan rəngi var. Mən heç nə başa düşə bilmirəm. Canlıların yaşaması və qidalanması üçün meyvələr çox vacibdir. Ancaq hər birinin öz yeri var. Ona görə də heç bir meyvə mən digərinin daha üstündən deyə lovğalana bilməz. Bununla da Məhəmməd Füzulinin meyvələrin söhbəti səhnəci sona çatdı.